أشهد أن علي مولانا عليا أمير المؤمنين وأبناءه المعصومين حجج الله. İslamı çağırış, ilk dəvət Əmir-əl-Möminin oradadır. Peyğəmbərin yanındadır. Yerində uzanmaq lazımdır. Şəhidliyi qəbul etmək üçün yerində uzanır. Və deyilən kimi bütün döyüşlərdə və sairədə ən ağır kritik vaxtlarda Əmir-əl-Möminin vəzifə yerinə yetirmək lazım olan an oradadır. Digərləri tərəddüd edəndə o bilir, vəzifəsini tanıyır, o oradadır. Peyğəmbərin vəfatından sonra yenə də Allahın razılığını və fitnələrin içindəki ab-havada biz Əmir-əl-Möminin xanə-nəşin dövrünü görürük. Və sonraki mərhələlərdə yenə də hər bir etapda biz görürük ki, Əli əleyhissalamın həyatının bir sadə formulu var. Allaha bəndə olmaq. Bütün vəziyyətlərdə Allaha bəndə olmağa doğru hərəkətlədir. Əli əleyhissalam bəzən deyir ki, zahirən zid görsənən mövzuları özündə cəmləyən bir şey. Baxırsınız ki, ən böyük əslində mənəviyyat adamıdır. Təqvada Əmir-əl-Möminin, Peyğəmbərin ən böyük şagirdidir. Amma tərk-i dünya deyil. İrfanda ən böyük mənəviyyat şagirdidir. Amma tərk-i dünya deyil. Döyüşdə də ən böyük qəhrəmandır. Başqaları qorxub geri çəkiləndə Əli əleyhissalam səhnə. Yetim görəndə kövrələn və əl-ayağı əsən və nəvaziş göstərməyə can atan Əlidir. İlahi imamlığı həyata keçirdərkən o həddə qidalanma ki, heç kəs deməsin mən vəziyyətim ağırdır. Ən minimal həddə qidalanmaq ki, yəni mən də sizdən biriniz kimi yaşayıram. Elmdə, düşüncədə, əxlaqda, bəlağətdə, bütün bunların hamısını toparlama və ən təbii şəkildə ifadə eləmə. Həyat tərzinə çevirmə. Allah evində dünyaya göz açdı, Allah evində də Allahın görüşünə getdi və çox incə bir... Yəni mən Allah bəndəliyimi qoruya bildim də, yəni mən öz o saadətə çatdım.